Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, niyə boşanmış qadınlar məsələsi daha çox gündəmdədir? Bununla bağlı olaraq 1 deyil, 5 deyil, 10 saylı videolar çəkilir və xüsusən də çəkən gənc kadrlardır. Bir video çəkin, məlumat verin, bəsdir də da, yetər. Deməli, bu məsələ nədir? Bəzi gədə-güdələr var, gəlin tutmaq minologiyası, düşüncə tərzi meydana gələr də bilmirlər ki, küs sənin başına. Həmən düşüncəni düşünürsən ki, tuturam, onda sən anavı da tuturam, bacımı da tuturam. Gəlin olublardı onlar da. Belə, budur sənin alacağın cavab. Və belə insanların həqiqətən boynu yerə soxun, niyə? Normal düşüncə tərzi olan insan evində, yəni anası, bacısı, qadın xeyra olunca belə düşüncə tərzi ilə irəli yanaşmaz. Və adətən istəyir zarafat olsun, istəyir ciddi olsun, hər kəsin başına gələn bir pis iş təbii ki, bumerang həyat. Sən də başına gələ bilər. Və nəticə etibarı ilə bir bu mövzudur, bir də daha çox cinsəlliklə bağlı belə dəhşət dərəcədə videolar çəkdi. Bilmir qarşı tərəfi manipulyasiya mı etsin, yoxsa izləyici mi toplasın? Bir mövzu ətrafında, əgər bu xəstəlik deyilsə, yaxud ciddi bir şey deyilsə, qarşı tərəf bunu ya kar deyil, lal deyil, kör deyil. En azından bir yerdə lal, kör olsa 1 milyon dəfə çək. Ya da bəlkə sən tupoysan, belə səni pis vəziyyətə qoymaq durumu ilə hər səfər eyni çəkib qarşı tərəfə pessimistlik belə deyək, forması yükləmə nə mənası var ki? Belə, hər zaman bu mövzu açıq vəziyyətdə gündəmdədir və belə bir məsələ var. 30-dan yuxarı, 40-dan aşağı, belə deyək, qadın xeylaqları, yaxud qız, evlənməyən var da. İş məsələsinə gələndə, çalışın şəxsi biznesinizi. Şəxsi biznes deyəndə adətən qadınlara hər zaman kulinariya mövzusundan video çəkilişlər, kişi xeylaqlarına da 99% fitness sahəsindən olur. Yaxud hər hansı bir istəyir psixologiya olsun, istəyir hər hansı bir Azərbaycanda olsun, fənlərdən olsun, təhsil sahəsindən olsun. Yəni vloqlar çəkilə bilər. Müəyyən inkişaf daxilində bunu etmək lazımdır. Bacarmayacaqsınızsa inkişafdan məhrum olacaqsınız. Xırda inkişaf belə kiçik, böyük inkişafa doğru gerilən bir addımdır. Bu qədər. Seanslarımız əyani və olay şəkildə həyata keçirilir.